Hər kəs salam, dəyərli dostlar. Bu videonu təcili sizlər üçün çəkmək istədim. Deməli dostlar, dünənləri gecə saatlarında Bitcoin-də çox sərt bir düşüş başladı. Təbii ki, Bitcoin-də sərt düşüş varsa, Bitcoin %17, %18 düşəndə altcoinlərdə çox dəhşətli dərəcədə düşüşlər oldu. İndi sizə qrafiklərdə də hər birini göstərəcəm. Birinci başlayaq bu düşüşün altında nələr yatır, yəni nəyə görə bu düşüş oldu. Sonra daha nələr etməliyik? Bunlar haqqında danışacağam. Dostlar, dünənləri Donald Trump Çin üçün %100, yəni 100%lik bir gömrük vergisi uygulama qərarı çıxartdı. Bu da gələn ayın 1-dən etibarən olacaq. Bizim bu haqda videomuz var dostlar. Kripto bazarı elə sistem üzərində qurulub ki, burada manipulyasiyalar çoxdur. Yəni ani bir xəbərdən kriptolar çox dəhşətli dərəcədə düşə və həmçinin də eyni ilə təkrar qalxa bilir. Təbii ki, bazarda bu tür düşüşlər daha əvvəldə olub. Bunları sizə göstərib daha çox vaxtınızı almayacağam. Sadəcə məntiq nədir onu deyirəm sizə dostlar. Dünənləri çoxlu likvidasiyaları yudular. Likvidasiyalar nədir? Bu haqda da video çəkəcəm dostlar. Belə deyim qısa sizin üçün. Hər kəs Bitcoin-də, yəni kriptoda qalxış gözləyirdi və long pozisiyalar short pozisiyalara nisbətən daha çox idi. Likvidasiyalar orada yığılıb qalmışdı. Bu cür düşüşlə o likvidasiyaların bütün long açanların pozisiyaların hamısını likvid elədilər. Bu dəqiqə mən özüm də dünənləri 1-2 pozisiyam var idi futures'da. Orada müəyyən məbləğdə ziyana getdim, amma təbii ki, yatırımın böyük məbləği spotda olduğu üçün təbii ki, hələ də əlimdə tuturam. Dostlar, səbəbini dedim, Donald Trump Çin üçün gömrük vergisi 100%-ə qaldırdı. Bu gələn aydan etibarən olacaq. Bəs indi nə etməliyik dostlar? Təbii ki, kripto bazarı bir günün içində düşüb və Plus-da 2-3 gün ərzində də düşdüyü qədərdən də artıq qalxa bilir. İndi mən sizə bunu göstərdim. Baxın, bu şamda dünənləri, bu saat neçədə olub? Dünənləri mən burada günlük şamlardayam. 4 saatlığa keçirdim, qoy saatlığa keçirdim. Ən böyük düşüş haçan olub. Bax, dünənləri dostlar, əsasən bunlar 12-3 arası olur bu cür düşüş və qalxış olanda. Çünki hər kəsin yatdığı vaxtda istifadə edirlər. Baxın, bu uzun şam, bunu mən sizin üçün ölçüm. Bax, bunun başından ölçüm. Bu Bitcoin-dədir. %13'lük, belə deyək. Buradan götürsək, əslində daha çoxdur. Mən səhər baxmışdım, %17'lik bir düşüşdür. Amma bu şamı götürsək, %13'lük bir düşüş olub. Təbii ki, %13'lük və yaxud %17'lik düşüş çox böyük düşüşdür. Bunlar indi altcoin'lərə necə bir təsir göstərib, onu da sizə göstərəcəm. Ethereum-da baxaq, görək neçə faizlik düşüş olub. Ethereum-da isə 23%lik düşüş olub, dostlar. Altcoin'lərə gələk, məsəl üçün Fedcoin var, altcoin. Baxaq görək bunda nə qədər olur, dostlar. %79, yuvarlaq rəqəm götürək, %80%lik bir düşüş olub, dostlar. Baxın, bu iynə ilə nə qədər long açanlar var idisə, hamısının işləmləri bağladılar, likvidasiyalar təmizlədilər. İndi başlayır yavaş-yavaş qalxmağa. Baxın dostlar. Təbii ki, bu bir döngüdür, belə deyək də. Yəni bu kimi hallar dünənki düşüş düzdür. Çox böyük düşüş idi. Amma mən artıq 4 ildən çoxdur bu bazarda olduğum üçün bu cür düşüşlərə öyrəşmişəm. Ona görə də mən indi sizə növbəti mövzularda videolarımızı izləsəz görəcəksiniz ki, futures bölməsin, ümumiyyətlə futures'ü belə deyək, məsləhət görmürəm dostlar. Çünki baxın bu cür şamlardan, bu cür düşüşlərdən, yəni qurtulmağın demək olar, oradan yəni sağ çıxmağın demək olar ki, yolu yoxdur. Yəni bu cür şamlardan onlar baxırlar, yəni balinalar. Yəni bu cür şamlardan dostlar, həm shortu, həm də baxın düşdüyü qədər də qalxmağa başlayıb, həm də long işləmlərin partladırlar. Ona görə ən yaxşısı və ən təhlükəsizi təbii ki, həmişə dediyim kimi spot bölməsidir. Az-az qazanın, amma həmişə qazanın. Atalar demişəm, dama-dama göl var. Dostlar, biz burada nə etməliyik? Təbii ki, səbirli olmalıyıq. Əgər kripto valyuta sahəsinə girmişiksə, dostlar, burada səbirli olmaqdan başqa bir yolumuz yoxdur. Çünki mən sizə təcrübələrimə əsaslanaraq deyirəm ki, bu cür düşüşlər bazarda mən çox görmüşəm. Adətən belə deyək, loru dildə adamı bezdirirlər, yəni bu cür düşüşlərdən ki, əlində qalan mallar da kimdə nə qalıbsa artıq satsın, qutarsın və yeni bir döngü başlayır ondan sonra. Artıq bazara yeni yatırımcı çəkmək lazımdır. Bunun üçün də kriptovalyutaya bir hype qazandırmaq lazımdır və bütün xəbər saytları Bitcoin-in
və altcoinlərin ümumiyyətlə kriptonun ancaq yüksəlişindən yazmalıdır ki, kriptovalyutaya yeni yatırımcılar girsin. Yəni bu döngü hər il olduğu kimi bu il də gözlənilir. Yeni il bayramına yaxınlaşan və yaxud da yeni il bayramından sonra mən bu yüksəlişi gözləyirəm. Təbii ki, bu yatırım tövsiyəsi deyil. Sadəcə olaraq belə görürəm ki, artıq yatırımcılar, loru dildə desək, bu yatırımcıları bezdiriblər dostlar. Hər kəs əlində olanı satıb çıxmaq istəyir. Ziyanın yarısından da dönsəm kardır demək deyir və artıq kriptovalyutadan yatırımcılar çıxdığı üçün yeni yatırımcılar lazımdır. Bunun üçün də kriptoya hype qazandırmaq lazımdır. Yəni əlinizdə olan kriptoları satmayın. Səbirlə gözləyin dostlar. Kriptovalyuta səbir işidir. Əgər siz burada bir qoyub min götürmək xəyalındasınızsa və sizə kimlərsə bunu bu cür göstərirsə, onlar xurafatdan və boş bir yalandan başqa heç nə deyil dostlar. Kriptoda qazanc varmı? Var, bəli, amma əsasən səbirli olanlar üçün. Bu videonu sizin üçün çəkmək istədim. Azdan çoxdan sizi məlumatlandıra bildimsə, nə xoş mənə. Dostlar, səbirli olun. Baxın, dünənləri %80% düşmüşdüsə, adicə mən Bitcoin-dən göstərdim, Fedcoin-dən. Artıq %19%, Minada %11%, Galada %12%, digərlərinə baxsaq burada mənim izləmə listemdə olan coinlərdən. Baxın bu coində %9, %12 həm Qala idi bayaq göstərdim. %15 Kava coində. Düşdüyü kimi də yavaş-yavaş qalxıb yenə bu səviyyələrə gələcək. Sonda dostlar, əgər videolarımız sizin xoşunuza gəlirsə, kanalımız yeni olduğu üçün dəstək lazımdır. Sizin üçün daha məlumat xarakterli və qazanclı olan videolar çəkməyə çalışacağam. Videonu bəyənib şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, salamat qalın.